Maun suresi Məkkədə nazil olmuşdur. 7 ayəd. Bağışlayan və mehriban Allahın adıyla. Ya Peyğəmbər, dini haqq hesab günü yalan hesab edəni gördünmü? O elə adamdır ki, yetimi itələyib qovar, haqqını verməz. Və xalqı, yoxsulu yedirtməyə rəğbətləndirməz, nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar. Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildilər. Səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar. Onlar namazlarında riyakarlıq edər və xalqa zəkat verməyi qadağan edərlər.